Hamıya salamlar, hörmətli dostlar, tamaşaçılar və izləyicilər. Hər vaxtınız xeyir olsun. Sizi Mahmudlardan, Alanya Mahmudlardan salamlayıram. Və bugün bütün İslam aləmi üçün, müsəlman dünyası üçün önəmli bayramlardan biri Ramazan bayramı artıq qədəm qoyur və Ramazanın ilk günündəyik. Bugün artıq oruç tutmaq günüdür. Ramazanda bilirsiniz bir ay oruçluqdur, oruç tuturuq. Allah'ın buyurduğu vacib ibadətlərdən biridir. 5 ibadətdən biri də oruçdur. Oruçluq da Ramazan ayında olur. Qonşularımızı da salamlayırıq buradan. Onlar da bizim bayramımızı təbrik elədilər, sağ olsunlar. Və əziz dostlar, mən Ramazanın ilk günündə videomu ənənəvi Mahmudlar videosuyla sizə təqdim edirəm. Mahmudları göstərirəm. Tam Mahmudların mərkəzindəyəm. Və yavaş-yavaş həmişə olduğu kimi sahilə tərəf gedəcəm. Baxaq sahildə nə var, nə yox. Bugün havanın temperaturu 17 dərəcədir. Bir neçə gün şiddətli yağışlar oldu. Sel, su, leysan, amma həmən ardından günəş parıldayır. Buranın indiki havası Azərbaycanın yaz, mart, aprel, may aylarında olan havadır. Ona görə yani onu xatırladır. 16, 18, bəzən 20, 22 dərəcəyə qədər isti temperatur yüksəlir. İnsanlar açıq restoranlarda otururlar, böyle qəşəng istirahat edirlər. Güneşten, havadan zövq alırlar. Ramazan isə müsəlman dünyasının ən önəmli iki bayramından biridir. Qurban bayramı ilə bərabər. 12 ayın sultanı Ramazan. Hamı səbirsizliklə bu ayı gözləyir. Oruç tutur, ibadət edir və bol-bol savablar qazanırlar. Orucun savabları haqqında danışmağa artıq ehtiyac yoxdur. İnsan orqanizminə nə qədər faydalıdır. Ramazanda bir çox adətləri həyata keçirirlər. Türkiyədə də bu adətlər qatı şəkildə icra olunur. Bunlar hamısı insanlığa, cəmiyyətə xidmət edən adət-ənənələrdir. Böyükləri ziyarət, uşaqları sevindirmək, şəkər bayramı, onlar hamısı Ramazanda olur və s. və s. Bir çox gözəl adət-ənənələr Ramazanda icra olunur. Bura isə tam saat kulesidir, Mahmudların mərkəzi. Sol tərəfdə bələdiyyə, biz də bələdiyyənin yanı ilə keçib sahilə çıxacağıq. Ramazan hicri qəməri təqvimlə ölçülür. Yani her il Qriqoryan təqvimlə götürdükdə 10-11 gün sonraya atılır. Çünkü hicri qəməli təqvimlə ölçülür. Ona göre her gələn il Ramazan ayı 10-11 gün öne çəkiləcək. Her il bu belə davam eləyir. Ona göre bəzən fərqli aylara düşür. Yayda olur. Yayda ən çətini yayda ola bilər. Çünkü oruç tutmaq, susuz qalmaq, yeməksiz qalmaq yayda 2-3 qat daha çətin olur. Belə isə müsəlmanlar üçün, möminlər üçün bu çətinlik yox, əksinə zövqdür, ibadətdir, xoşdur. Onlar nə etdiklərini yaxşı bilirlər. Allah hamıya gözəl oruçluq ayı qismət eləsin. Allah hamının orucunu, ibadət və itaətini qəbul eləsin inşallah. Biz də onların içində olmaqla. Mən isə yavaş-yavaş sahilə yaxınlaşıram. Bankomatların önündən keçirəm. Burada hər zaman çox adam olur. Sonra Alanya Sport Store. Süper Ligdə Alanyanı təmsil edən futbol komandasının mağazası. Bəlkə bilməyənlər var. Gəlib burada Alanya Spor'un formalarını elde edebilirsiniz. Hatta içeriden göstereyim. Merhaba abi. İyi bayramlar. Böyle gösteriyorum. Böyle aziz dostlar, burada Alanya Spor Futbol Klubuna ait bütün aksesuarlar, formalar mevcuttur. Gelip alabilirsiniz. Portakal ağaçlarına bakın. Sol tarafta bizim uşaq parkımız, tenis masaları. Hava güzel olanda burada bir başka ab-hava yaşanır. Hamının əhvalı gözəl. Hamı istirahətə, gəzintiyə çıxır. Bəlkə də indi dənizdə çimənlər də var, indi görəcəyik.
Belə havalarda bəzi Rusiyanın bəzi şəhərlərində yayda 16-17 dərəcə isti olur. Ona görə onlar üçün bu əsl yay havasına çevrilir. Son zamanlar bu Alanya'da çoxlu belə heykəllərə üstünlük verilir. Allah axırı xeyir eləsin. Bu heykəllər hara baxırıq, belə heykəlləri görürük. Sənət əsəridir, əlbəttə ki, sənət əsəri kimi yanaşmaq lazımdır, amma nəysə, o haqda çox danışmaq istəmirəm. Sağ olun, xanım bizə yol verdi. Və palma ağaçlarına baxın, necə gözəl görsənir. Bu D400 yoludur, Antalya Mersin yolu və bu yol boyu belə qəşəng palma ağaçları. Bura insana Miami'ni və s. gözəl yerləri xatırladır. Mən əminəm ki, Alanya Mahmudlar vaxt gələcək, oradan da gözəl olacaq. Digər şəhərlərdən heç də geri qalmır və vaxt gələcək daha da gözəl olacaq. Əsas olan nədir? İnkişaf olsun. Əsas olan odur ki, hər dəfə nəsə yeniliklər olsun ki, onu da burada biz müşahidə edirik. Hər dəfə nəsə açılır, nəsə ki, yollar, kafelər, restoranlar, alış-veriş mərkəzləri və s. Bu inkişafın göstəricisidir. Bizdə bu var. Ona görə bu sevindirir. İndi isə gəldik yenə həmişəki kimi 67 nömrəli çimərliyin önünə. Bu arada güclü yağan yağışlardan sonra dəniz çox önə gəlib, həddindən artıq önə gəlib. Buradan da bunu görə bilərik. Əvvəlki videolara baxanlar bilir, buralarda bizdə şezlonglar var idi. İnsanlar burada istirahət. İndi dəniz artıq birbaşa, hətta qarşı tərəflərdə Tosmurda, obada bir çox bu ərazidə yerləşən kafeləri yuyub aparıb. Dalgalar böyüdü. Dünən daha da böyük dalgalar var idi. Dənizin səviyyəsi çox yüksəlib əziz dostlar. Gəlmişkən 67 nömrəli kafeni də sizə göstərim. Gəlib burada oturub istirahət edə bilərsiniz və dənizi, dalğaların səsini seyr edə bilərsiniz. Və bununla da videomu bitirirəm. Bir daha bütün insanların, müsəlmanların, müsəlman aləminin Ramazan bayramı mübarək olsun. İnşallah neçə belə gözəl bayramlara. Sağ olun, var olun. İzlədiyiniz üçün təşəkkürlər.